Aha, 28-ci suala baxırıq. Neyman arxitekturasının əsas prinsiplərinə aid olmayanları seçin. Əvvəlcə bir yadımıza salaq, ondan sonra bir göz yaddaşımızdan yadımıza salaq. Biz qeyd etmişdik ki, Neyman arxitekturasının 4 prinsipi var. Və birincisi demişdik, kompüter Neymana görə, Neyman deyibdi ki, kompüter proqramla idarə olunmalıdır. Çünki ümumiyyətlə kompüteri insana bənzər yaradıblar. İnsan kimi olmasını istəyiblər. Beyni olan, periferiya qurğuları, mərkəzi hissəsi olan, periferik hissəsi olan insan anatomiyasına bənzətməyə çalışıblar kompüteri və düşünüblər ki, biz bu kompüteri yaradırıqsa əgər bu kompüter həm yaratmışam, həm də hər şeyi özüm edirəm. Onda nəyimə lazımdır ki, bu kompüter? Ona görə belə bir şey olmasın deyə Neyman deyibdi ki, kompüterə kompüter deyə bilmək üçün o kompüter proqramla idarə olunmalıdır. İkincisi, kompüter ardıcıl ünvanlanan vahid yaddaşa sahib olmalıdır. Yəni düşün ki, sən əgər kompüterin yaddaşı yoxdursa, gördüyün işlərin hamısı unudulub çıxıb gedir, onda da nə edirəm ki, mən o kompüteri? Üçüncüsü, əmrlər və verilənlər arasında aşkar şəkildə heç bir fərq yoxdur. Əmrlərə verilənlər kimi baxmaq olar və onlar üzərində əməliyyatlar aparmaq olar. Ki biz əgər əmrlərə verilənlər kimi, data kimi baxa bilməsəydik, kompüterdə heç bir iş görə bilməzdik də. Yəni əmrlər orada durardı prosto. Biz əmrin üzünə baxardıq, əmr bizim üzümüzə baxardı və belə deyək də, əmrin məqsədi əmr verib icra etməkdir də. Ona görə deyir ki, əmrə data kimi baxıb onun üstündə işlər görmək mümkündür. Dördüncü prinsipində isə deyir ki, verilənlər, yəni datalar, məsələn, istənilən bilirsiniz ki, mənası olan olmayan hər bir şey datadır da informatikada. Məsələn, A hərfi, T hərfi, nə bilim 5 səs, şəkil, görüntü, hər şey datadır. Hər bir şey. Və bu datalar bir-birindən fərqlənirlər də. Yəni mətn tipli ola bilər, rəqəm tipli ola bilər. Bu verilənlərin tipinin təyin edilməsi aparat səviyyəsində aparılmır. Yəni ki, sənin klaviaturadan daxil etdiyin şeyin mətn tipi yoxsa rəqəm tipi olduğunu başa düşən tərəf klaviaturan deyil, kompüterin proqramıdır. Ağıllı olan tərəf proqramdır deməyə çalışır burada Neyman. İndi keçirik sualımıza. Deyir ki, aid olmayanları seç. İmenli 4 dənəsi var, qalanları aid deyil deyəcəyik onsuz da. Əmrlər verilənlər arasında aşkar fərq yoxdur, düzdür. Kompüterdə eyni zamanda bir neçə istifadəçi işləyə bilər. Bəli, işləyə bilər, amma Neyman prinsiplərinin içərisində belə bir şey deyilməyib. Kompüterin işi proqramla idarə olunmalıdır. Aiddir bu. Bir dəqiqə, aid olmayanlar istəyirdi. Verilənlər aparat səviyyəsində təyin olunur. Xeyr, aparat səviyyəsində deyil, proqram səviyyəsində təyin olunur. Kompüterlər lokal şəbəkələrdə əlaqələndirilir. Bəli, əlaqələndirilə bilər, amma Neyman belə bir şey deməyib. Kompüter ardıcıl ünvanlanan vahid yaddaşa malik olmalıdır, düzdür. Kompüterin işi qrafik interfeysə əsaslanır. Həm qrafik interfeysə, həm də əmrli interfeysə əsaslana bilər. Amma Neymanın prinsiplərinin içərisində belə bir şey deyilməyib. Hansı əlamətinə görə elektron hesablama maşınları təsnifata bölünmürlər? Qəbul sualınız olub magistratura üzrə, həmçinin dövlət qulluğu üzrə bir neçə dəfə soruşulmuş olan bir dəqiqə əməliyyat yerimdə ağrı hiss elədim. Biraz dəyişim özümü. Hansı əlamətinə görə dedik ki, elektron hesablama maşınlarını təsnifata bölmərik? Ümumiyyətlə, bu keçən ilin yoxsa ondan əvvəlki ilin qəbul sualı idi həmçinin. İmenli belə yox, təsnifatını ayrı-ayrı soruşmuşdular. Ona görə gəlin bir yadımıza salaq. Kompüterləri işləmə prinsipinə görə 3 yerə bölürük. Analoq, rəqəmsal, hibrid. Yaranma tarixinə və element bazasına görə 6 nəslə bölürük. Təyinatına görə yenə 3 yerə bölürük. Universal, problemli və ixtisaslaşmış kompüterlər olaraq. Uyğunluğuna görə aparat, əməliyyat sistemi, proqram və verilənlər səviyyəsində uyğunluq olaraq 4 yerə bölürük. Qabarət ölçülərinə və məhsuldarlığına görə super, böyük, orta, mini və mikro kompüterlər olaraq 5 yerə bölürük. Keçən ildə bula düşən sual tipi belə idi ki, yəni uyğunlaşdırma testi idi. Yaranma tarixinə görə hansılar ola bilər, işləmə prinsipinə görə hansılar ola bilər şəklində belə bir sual düşmüşdü keçən il. İndi baxdıq ki, bunlar var, düzdürmü? İndi gəl baxaq deyir hansı yoxdur. Əməliyyat sisteminə görə biz bölmürük. Qabarət ölçənə məhsullarına görə, işləmə prinsipinə görə, təyinatına görə, yaranma mərhələlərinə və istifadə olunan element bazasına görə bölə bilərik.
Amma bu əməliyyat sistemi bu Windows-dur, onda Mac-dır. Buna onda Windows tipində kompüter deyək, ona Mac tipində kompüter deyək. Elə bir şey yoxdur yəni. 30-cu suala baxırıq. Periferiya qurğularının yerinə yetirdiyi funksiyalara aid deyil. Periferiya qurğuları kompüterə sonradan qoşularaq onların funksionallığını artıran qurğulardılar. Məsələn, printerlər, skanerlər və s. və s. İndi baxaq, verilənləri emal qurğusu mikroprosesorun işidir. Mikroprosesora aiddir. Mikroprosesor isə periferiya qurğusu deyil, əsas qurğudur. Digərlərinə də baxaq. Verilənləri daxil etmək, məsəl üçün skaner, verilənləri xaric etmək, məsəl üçün printer, verilənləri mübadilə etmək, yəni bir yerdən başqa yerə göndərmək. Şəbəkə üzərindən göndərə bilərik. Bu şəkildə düşünsək əgər modem məsəl üçün bura düzdür, modem periferiya qurğusu olaraq qəbul edə bilərikmi? Niyə də olmasın? Düzü kompüterə qoşulmur o. Yaxşı, mübadiləyə başqa nə düşünə bilərik? Verilənləri bir yerdən başqa yerə göndərmək, mübadilə etmək. Mübadilə edə biləcək bir qurğu ağlınıza gəlir? Flash card. USB falan ola bilər belə yəni. Bəli, ola bilər. Düzdür, onun da periferiya qurğusu kimi biraz şübhəlidir. Yəni bunun düzgün cavabına da baxaram indi. Görüm nə veriblər. Verilənləri çap etməkdə yəni bu da printerin işi kimi, yəni hərəsinə bir periferiya qurğusu uydura bildik. Amma emal etmək düşünürəm ki, mikroprosesorun işidir. Mikroprosesor emal qurğusudur və mikroprosesor əsas qurğudur, periferiya qurğusu deyil. Mübadilə biraz havada qaldı. İndi onu bir araşdırarıq. Amma əvvəlcə bu suallardan tamamlayaq. 31-ci sualda kompüterdə hesab məntiq əməliyyatlarını hansı yerinə yetirir? Hesab məntiqi və idarəetmə əməliyyatlarını hamısını yerinə yetirəcək mikroprosesor, yəni B variantı sualımızın doğru cavab variantı olacaq. 32. Kompüterin əsas xarakteristikalarına aid deyil. Bu da qəbul sualıdır həmçinin. Kompüterin əsas xarakteristikalarını yenə də bir baxaq, yadımıza salaq, ondan sonra sualın düzgün cavabına baxaq. Demək, burada işləmə sürətini görürük. İşləmə sürəti birbaşa olaraq mikroprosesorun tak tezliyindən asılıdır. Məhsuldarlıq, yaddaş tutumu, yəni xarici yaddaşın tutumu, hesablama dəqiqliyi, hesablama dəqiqliyi, əmrlər sistemi, iş etibarlılığı və qiyməti. İş etibarlılığı deyəndə qarantisi başa düşülür. Yəni neçə il öz belə deyək ki, funksiyalarını qoruyub saxlayacaq, o başa düşülür. Əmrlər sistemi iki cür ola bilər: CISC və RISC. CISC kompleks əmrlər çoxluğu deməkdir. CISC arxitekturasına işləyən kompüterlər daha geniş tərkibli əmrlər yerinə yetirə bilirlər. RISC isə reduce sözündən götürüb ixtisar olunmuş əmrlərdir. Daha nisbətən az əmr yerinə yetirə bilirlər. Hesablama dəqiqliyi deyəndə mikroprosesorun registrinin, daha doğrusu mikroprosesorun bir dənə registr oyğuna eyni anda yerləşə bilən bit sayı başa düşülür. Ümumiyyətlə mikroprosesor emal qurğusudur, amma mikroprosesorun emal qurğusu olaraq adlandırılmasının səbəbi üstündə yerləşən registr oyuqlarıdır. Çünki bütün məlumatlar registrlarda sıfırlara, birlərə çevrilirlər. Və bir dənə registra eyni anda, məsəl üçün 64 dənə 01 yerləşə bilirsə, biz deyirik ki, bizim kompüterimizin mərtəbəsi 64-dür. 32 dənə 01 yerləşə bilirsə, deyirik ki, 32-dir. Məsələn, gəlin baxaq indi bizim kompüterdə nə qədərdir. İndikilərin hamısı demək olar ki, bazarda olan adi istifadəçilər üçün nəzərdə tutulanlar 64 bitdir. Görürsüz, burada yazıb 64 bit əməliyyat sistemi, 64 bitlik prosesor əsasında. Yəni bizim kompüterin mikroprosesoruna 64 dənə 01 yerləşir eyni anda. İndi kompüterin əsas xarakteristikalarının içərisində nələr yoxdur? Yaddaş tutumu var, əmrlər sistemi var, istehsal edən kompaniya yoxdur, xarici qurğuların sayı yoxdur, hesablama dəqiqliyi var, amma təsvirlərin keyfiyyəti yoxdur. Təsvirin keyfiyyəti monitor üçün ayrıca bir xüsusiyyət ola bilər. O da sırf təsvir keyfiyyəti adı ilə getmir. Zaten monitorun əsas xüsusiyyətlərinin hamısı təsvir keyfiyyətli olsun deyə nəzərdə tutulubdur. Yəni təsvirlərin keyfiyyəti ayrıca bir yerdə xüsusiyyət kimi keçmir. 33-cü suala baxırıq. Hansı qurğu kompüterdən informasiyanın xaric edilməsi üçündür?
TV tuner televiziya siqnallarını gətirib kompüterə daxil etmək üçündür. Yəni daxil etmə qurğusudur. Monitor kompüterin beynində olan informasiyanı xaricə çıxardaraq istifadəçinin görməsini təmin etməkdir. Yəni xaric etmə qurğusudur. Skanner kağız üzərindəki informasiyanı raster qrafikası şəklində kompüterə daxil etmək üçündür. Yəni daxil etmə qurğusudur. Printer kompüterdəki informasiyanı A4 kağız üzərində çölə çıxardır. Çıxış qurğusudur. Trackball mouse'un bir növüdür. Üstündə sanki top var. Mouse da üstündəki top da elə bir ki, mouse və mouse'un bütün növləri daxil etmə qurğusu kimi gedirlər. Plotter printerin daha böyük versiyasıdır və xaric etmə qurğusudur. Web kamera bizim görüntülərimizi kompüterə daxil edən giriş qurğusudur. Kompüterin sistem blokunun tərkibinə daxil olanları müəyyən edin. Əvvəlcə gəlin, həmişə tərəfdarıyam ki, 100 dəfə eşitməkdənsə bir dəfə görmək yaxşıdır. Əvvəlcə bir dənə sistem blokunun içinin şəklinə baxın. Burada görürsünüz sistem blokunun içərisini. Deməli, bu hissə olacaq qida bloku. Bura ana platadır. Ana platanın üzərində yerləşir, məsəl üçün, slotlar, portlar, mikrosxemlər, bütün daxili yaddaş qurğuları, ən müasir kompüterlər üçün desək, SSD yerləşir. Belə. Sonra burada burada diskabot görürsüz. Disk oxuyucunun yeridir bura. Bu da HDD, yəni xarici yaddaş qurğusudur. İndi keçirik sualımıza. Sistem blokunun tərkibində nələr ola bilər? Klaviatura təbii ki, orada deyil. Video kart ola bilər. Sonu kart və ya adapterlə bitən hər şey ana platanın üstündə yerləşdiyi üçün, ana platanın özü də sistem blokunun tərkibində yerləşdiyi üçün belə çıxır ki, video kart da sistem blokunun tərkibindədir. Plotter sistem blokundan 8 dəfə böyükdür yəqin ki, plotterin nə işi var orada. Təbii ki də mikroprosesor ana platanın ayrılmaz bir parçası olduğu üçün təbii ki də o da oradadır. Ana platanın özü təbii ki də, monitor bilirsiniz ki, sistem blokunun içində ola bilməz. CD-ROM həm disk adıdır, diskdir yəni bir xarici yaddaş qurğusudur. Həmçinin də diskavotun ingiliscəsidir. Disk oxuyucunun ingiliscəsi. Yəni CD-ROM həm giriş qurğusu kimi qəbul edilə bilər, həm də yaddaş qurğusu olaraq qəbul edilə bilər. Biz burada düzələn yönə, yəni əgər veriblərsə zorla bunu yaddaş qurğusu kimi götürmürük. Veribdirsə mən bunu sistem blokunun içində yerləşən diskavot kimi qəbul edirəm. Mikrofonu da təbii ki də orada işi yoxdur sistem blokunun içində. Belə. Bir də belə bir şey deyim. İndi adətən 100% belə olacaq deyə bir şey yoxdur. Amma adətən 8 dənə şey verilibdirsə, nə deyirlər ona? Nə deyirlər variant? Bu Azərbaycanca unutdum. 8 dənə variant verilibdirsə, oradan adətən bir 4 dənəsi, yəni düz olur da. İndi bu dediyim yazılmış bir qanun deyil təbii ki də. Prosta indi bu boyda variantların içindən ola bilər də, biraz çox düz çıxır. İndi 35-ci suala baxırıq. Daxili yaddaş qurğularını müəyyən edin. Daxili yaddaş qurğularının sonunda D hərfi olmur, bilirsiniz ki, ona görə də D hərfi olanları buradan atıram. Bunlar ola bilməzlər. RAM daxili yaddaşdır. XMOS və BIOS ikisi də ROM-un içində yerləşirlər, bilirsiniz ki, ROM özü də daxili yaddaşdır. Həmçinin ROM-un tərkibində yerləşən XMOS və BIOS da daxili yaddaşın növləridir. Bu nəsə donur. Mənim səsimi eşidirsiniz? Baxın görün. Bəli, eşidirik. Tamam. Sonra ana platanın üzərində yerləşməyənləri seçin. Bütün daxili yaddaş qurğuları bilirsiniz ki, ana platanın üstündə yerləşir. Amma ən müasir kompüterlərdə SSD istisna olmaqla heç bir xarici yaddaş qurğusu ana platanın üstündə yerləşmirlər. Bu sual bəlkə bir 40 dəfə düşüb qəbula. Mikroprosesor ana platanın daimi sakinidir. Sərt disk xarici yaddaş qurğusu olduğundan ana platanın üstündə yerləşmir. Əməli yaddaş daxili yaddaş qurğusu olduğundan ana platanın üstündə yerləşir. Daimi yaddaş daxili yaddaş olduğundan o da ana platanın üstündə yerləşir. Qida bloku sistem blokunun tərkibində olsa da
ana platanın üstündə deyil. Həmçinin sərt disk sistem blokunun tərkibində olsa da ana platanın üstündə deyil. Kompakt disk CD-ROM. Kompakt diski burada disk kimi, kompakt diskin nə işi var? Elə bildim sistem blokunun içindəkilər soruşur. Xarici yaddaş qurusu olduğu üçün ona görə də təbii ki də bu da ana platanın üstündə yerləşməz. Sonra kompüterin əsas xarakteristikalarına bu səfər də aid olanları müəyyən etməyimizi istəyir. İşləmə sürəti, yaddaşın həcmi, kompüterin çəkisinin təbii ki də aidiyyəti yoxdur. Kompüterin universal olması, yoxdursa ixtisaslaşmış olmasının onun əsas xüsusiyyətlərinə aidiyyəti yoxdur. Kompüterin iş etibarlığı, yəni qarantisi önəmlidir. Proqram uyğunluğunun bizə aidiyyəti yoxdur. Qabarat ölçülərinin aidiyyəti yoxdur. Burada neçə dənəsi düz çıxdı? 7 dənə verilib, 3 dənəsi düz çıxdı. Sonra bu sual qəbulları o qədər çox işlətmişəm, biraz başımı qarışdırır. Ya 2024-ün ikinci şansının sualıdır, ya da 2025-in sualıdır bu sual. Buradan götürüb salmışdılar imtahanınıza. Deməli, aşağıdakı mülahisələrdən hansı doğrudur? Monitor daxil etmə qurğusudur. Monitor xaric etmə qurğusudur. Ən məşhur xaric etmə qurğusu. Əgər sensorlu monitor sözünü istifadə etmirsə, həm giriş, həm çıxış deyə bilməzsiniz. İmenli həm giriş, həm çıxış deyə bilməyiniz üçün gərək orada sensorlu sözünü istifadə etsin. Bu səhv. Mikrofon səsin elektrik siqnalına çevrilməsini təmin edən giriş qurğusudur. Doğrudur. Mikrofonu bəzən tələbələr ya çıxış qurğusu, ya da həm giriş, həm çıxış qurğusu olaraq başa düşür. Amma mikrofon tək başına yalnız giriş qurğusudur. Mikrofonu kolonkaya qoşdun, səsin yüksək çıxmasının səbəbiyyəti orada kolonkadır, yəni səs ucaldandır. Yəni mikrofon çıxış deyil, ya da həm giriş, həm çıxış qurğusu deyil. Sadəcə giriş qurğusudur. Bu düzdür. TV tuner müxtəlif formatlı televiziya verilişlərini monitorda əks etdirən periferiya qurğusudur. Düzdür. Əks etdirən demək çıxış qurğusu demək deyil. Bu özü TV tuner tək başına olanda giriş qurğusudur. Yəni kompüterə daxil eləyir. Sonra beləliklə də kompüterin ekranda görünür. Yəni əks etdirmə işi yenə də monitorun da onsuz da. TV tunerin deyil yəni ki. CD-ROM xaric etmə qurğusudur. Xeyr, CD-ROM diskavotdur. Ya yaddaş qurğusu demək olar CD-ROM-a, ya da ki daxil etmə qurğusu demək olar. Çünki CD-ROM taxırsan diski, diskavotdur da bu. Diskavot çıxır, sən diski taxırsan, beləliklə diski kompüterə daxil edir də CD-ROM. Ona görə daxil etmə qurğusu ya da yaddaş qurğusu demək olar buna. Klaviatura daxil etmə qurğusudur, düzdür. Web kamera görüntüləri əks etdirən xaric etmə qurğusudur. Bu da səhvdir. Çünki web kamera giriş qurğusudur, çıxış qurğusu deyil. Bağışlayın, bir sual soruşa bilərəm. Buyur. TV tuner daxil etmə qurğusu deyə bilərik. Ümumiyyətlə TV tuner daxil etmə qurğusudur. Çox sağ Bu arada TV tuner iki cür olur. Daxili TV tuner, xarici TV tuner. Adının xarici olmağına baxmayın, ikisi də yenə də daxil etmə qurğusudur. Prosto daxili TV tuner birbaşa olaraq ana platanın üstündəki PCI portuna slotuna taxılır. Xarici TV tuner isə kənardan qoşulur. Ona görə adı xarici TV tunerdir. İkisinin də vəzifəsi o evlərə 40 manat falan verib aldırırlar ki, şey tutmaq üçün də nəsə siqnal tutmaq üçün. Ondandır da. Sonra 39 çıxış qurğularını seçin. Bayaqdan izah etdiyim üçün təkrarən bunları deməyim. Printer, monitor, plotter və proyektor. Proyektoru dərslərimizdə görürsüz də, yəni faktiki olaraq görürsüz ki, kompüterdəkini lövhəyə vurur. Yəni çölə çıxardır. Proyektoru yəni çıxış qurğusu görürsüz. 8 dənə verilib, yenə 4 dənəsi düz çıxdı. Adətən 6 dənə veriləndə 3 dənəsi düz çıxır. Belə şeylər deməyə də qorxuram. Sonra gedib Allahın əmri imiş kimi zorla düz çıxartmağa çalışarsınız. İndi adətən belə olur deyə deyirəm. Sonra keçdik 40-cı suala. Daxil etmə qurğularını seçin. Demək, daxil etmə yəni giriş qurğuları, printer çıxış qurğusudur, skanner giriş qurğusudur, monitor çıxış qurğusudur, klaviatura bilirik ki, giriş qurğusudur. Çünki klaviaturanın vasitəsilə elə bir ki, simvollar kompüterə daxil edirik. Ona görə giriş qurğusudur.
Yenə də hər dəfə deyirəm, əgər çöldə olan bir şeyi kompüterin içərisinə daxil edirsənsə, həmən qurğu vasitəsilə, deməli o qurğu giriş qurğusudur. Əgər kompüterin beynindəki bir şeyi həmən qurğunun vasitəsilə çölə çıxardırsansa, deməli bu çıxış qurğusudur. Məsələn, plotter böyük reklam lövhələrinin filan çap edilməsi üçün nəzərdə tutulur, yəni çıxış qurğusudur. Çıxışları istəyirdi də, hə. Yox, girişdə. Web kamera bizim selfilərimizi kompüterə, telefona daxil edir, giriş qurğusudur. Digitizer, hər dəfə deyirəm, asan xidmətdə sizə bir qələm verilir ki, imzanı at bura, sən də imzanı atırsan, həmən daxil etdiyin imza kompüterə daxil edilir. Digitizer və yaxud da qrafik planşet də deyə bilərik buna, giriş qurğusudur. Sonra düzgün variantları seçin. XMOS yaddaşı enerjidən asılı olmayan yaddaşdır. ROM bilirsiniz ki, daimi yaddaşdır. ROM-un tərkibində kompüter üçün həyati önəm kəsb edən informasiyalar saxlanılır. ROM-a yazılan informasiyalar sadəcə bir dəfə yazılır, sonradan silinməsi mümkün deyil. ROM-un sonradan silinə bilən versiyası da var, amma hamısını yox, müəyyən bir hissəsini silir yenə də. EPROM ya da flash yaddaş adlandırırıq. Amma ROM-un tərkibində də bilirik ki, 2 dənə yaddaş çipi yerləşir. XMOS və BIOS. Nə ROM, nə də ROM-un tərkibindəki bu iki çipin ikisi də elektrik enerjisindən asılı deyillər. Və biz bilirik ki, XMOS, daha doğrusu BIOS batarya ilə işləyir əslində. Baxmayaraq ki, batarya ilə işləyir, yəni yenə də biz onu elektrik enerjisindən asılı kimi saymırıq. Çünki burada bəhs etdiyimiz elektrik enerjisi əməlli başlı bildiyimiz elektrik enerjisidir, yəni batarya enerjisi deyil. Normalda elektrik enerjisindən asılı olmadığı üçün ROM, BIOS, XMOS bunlar asılı deyil deyəcək. Yəni bir doğrudur. Funksional baxımdan yaddaş 3 hissəyə bölünür. Yalan deyir. Yaddaş 2 hissəyə bölünür. Daxili yaddaş, xarici yaddaş. Sistem yaddaşı zaten daxili yaddaş deməkdir. Ona görə də bunu 3 hissəyə bölünürmüş kimi qəbul etmirik. 3. Xarici yaddaş enerjidən asılı olmayan daşıyıcılarda qurulur. İstənilən bir xarici yaddaş qurğusu elektrik enerjisindən asılı olmadan fəaliyyət göstərir. Əməli yaddaş, yəni RAM, icra olunan proqramları saxlayır. Bax, görürsünüz aşağıda məndə taskbarda aktiv proqramlar var. Bax, burada. Hansı ki M6 qrupu ilə keçmişik. Taskbarda, bax, bu altından xətt gedənlər hal-hazırda açıqdırlar mənasına gəlir. Altından xətt getməyən, amma yenə də burada olanlar isə taskbara pinləniblər mənasına gəlir. Yəni, bax, bu aktiv, məsələn, hansı Excel? Excel aktiv deyil, amma buradadır. Deməli, bunu mən taskbara pinləmişəm. Amma məsəl üçün, bu normalda burada olmur. Microsoft Clipchamp. Amma niyə buradadır? Çünki hal-hazırda aktivdir. Hazır bir dərsdə deməyə unutduğum şeyi də demiş olum. Hal-hazırda burada aktiv olan proqramların hamısı RAM yaddaşda saxlanılıblar. Yəni, əməli yaddaşda saxlanılıblar. Əməli yaddaşın zaten vəzifəsi odur. Xarici yaddaşın işləmə sürəti yüksək olur, tutumu isə kiçik olur. Əksinə, xarici yaddaşın tutumu böyük olur, işləmə sürəti daxili yaddaşa nisbətən kiçik olur. Həmişə sürət yarışında istənilən bir daxili yaddaş qurğusu, istənilən bir xarici yaddaş qurğusunu keçir. Doğru təklifləri müəyyən edin. Hər bir kompüter mərkəzi və periferiya hissəsinə ibarət olur. Bəli, Neyman arxitekturalı hər bir kompüter 2 hissədən ibarətdir. 2. Xarici qurğular kompüterin işləməsi üçün vacibdir. Xeyr, olmasa da olar. Yəni, periferiya qurğuları olmasa da olar. Hesab məntiq qurğusu özü də idarəetmə qurğusunun idarəsi altında işləyir. Bilirsiniz ki, mikroprosesoru biz hesab məntiq qurğusu və idarəetmə qurğusu olaraq 2 yerə bölürük. Və hesab məntiq qurğusunun özü belə idarəetmə qurğusunun idarəsi altında işləyir. Doğrudur. İnformasiya əməli yaddaşda emal edilir. Xeyr, informasiya registr yaddaşda emal edilir. Amma emal edilən informasiya əməli yaddaşda saxlanılır. Yəni, desəydik ki, emal edilmiş informasiya əməli yaddaşda saxlanılır, deyərdiniz düzdür. Çünki emal edilən informasiya hal-hazırda aktiv olan informasiya deməkdir. Aktiv informasiyalar da RAM-da saxlanılır. Demək, emal edilir registrda, emal edilənlər saxlanılır RAM-da. Mərkəzi hissə ilə periferiya hissəni sistem interfeysi əlaqələndirir. Az öncə gördük bunu, həqiqətən də belədir. Kompüterdə hesab məntiq əməliyyatlarını mikroprosesor yerinə yetirir. Doğrudur. Bütün yaddaş qurğuları kompüterin mərkəzi hissəsinə aiddir. Yalandır, çünki
Daxili yaddaş qurğuları mərkəzi hissəyə, xarici yaddaş qurğuları periferiya hissəsinə aiddir. 43-cü sualda prosesorun hansı əməliyyatları yerinə yetirdiyini əmirdəki davam edirik. Kompüterin yaddaşında saxlanıla bilən informasiyanın maksimum miqdarı ilə təyin olunur. Bu adı üstündə yaddaş tutumudur kompüterin. 2-yə uyğun gələcək C variantı. Beləliklə sualın doğru cavabı da C variantıdır. Prosesorun bir saniyədə yerinə yetirdiyi sadə əməliyyatlar. Hansı ki, bura nə aiddir? Toplamadır, göndərmədir, müqayisədir. Əməliyyatların sayı. Prosesorun bir saniyədə yerinə yetirdiyi sadə əməliyyatların sayı prosesorun tak tezliyidir. O da prosesorun tak tezliyi də bizə kompüterin işləmə sürətini verir. 3-ə uyğun gələcək D variantı. Prosesorun daxili oyğularını necə adlandırırıq? Bir neçə dəfə qəbula düşmüş növbəti bir sual da budur. Prosesorun daxili oyğularına, prosesorun üstündəki nöqtə-nöqtə olanlara registrlar deyirik. Baxın, bunu tələbələr həmişə səhv yazır niyəsə. Həmişə götürüb port yazırlar yəni buna. Nə əlaqə? Ay tələbələr, bax port nə əlaqə da? Yəni bari başqa şey yazın. Yəni port nə əlaqə? Portu göstərim də sizə. Port niyə görə deyirəm nə əlaqə? Yəni çünki bütün günü kompüterdə, telefonda, kompüterdə ən çox gördüyünüz şey portdur. Yəni telefonu zaryadkaya taxırsınız, power portuna taxırsınız. Kompüteri nə bilim internetə, lokal internetə qoşursunuz, LAN portuna qoşursunuz. Kompüteri USB qoşursunuz, USB portuna qoşursunuz. Yəni portu siz gündə 100 dəfə görürsüz də. Yəni port proses o da ana platanın üstündə də, amma onun prosesorla nə əlaqəsi var ki? Yəni prosesorla port uzaqdır bir-birindən. Bax, portlar bunlardır, bu kənardakılar. Görürsüz, prosesor burdadır. Heç bunlar bir-birinə əlaqəlidir deyirlər. Görürsüz arasındakı boşluğu. Prosesorun yuvasıdır, düzü bu, özü burada deyil. Bax, registr isə budur. Bax, bu nöqtə-nöqtələr var. Bu gördüyünüz mikroprosesordur. Üstündəki bu nöqtə-nöqtələr də biraz yaxınlaşdıraq. Üstündəki bu nöqtə-nöqtələr də registr oyuqlarıdır. Prosesorun daxili oyuqları. Video yaddaş nə üçündür? Ekrandakı qrafik məlumatları yadında saxlayır video yaddaş. Məsələn, oyun oynayırsınız. Əgər oyunun qrafikası ağırdır və sizin kompüterinizin video yaddaşı da azdırsa, qrafikanın yarısı yüklənir. Məsələn, tutalım ki, çəmənliklər, çayırlıqlar yüklənmir. Amma video yaddaşının tutumu çoxdursa, yüklənir hamısı. Ona görə oyun kompüterləri ayrı olur. Gamerların kompüterləri, onların video kartı güclü olur, video yaddaşı çox olur. Qrafik rejimdə informasiyanın ekran üzərində nöqtələr üzrə piksellərlə verilməsi üçün, monitorun ekrandakı video təsvirlərin canlandırılması üçün, prosesordan ötürülən qrafik informasiyanın monitorun ekranına çıxarılması üçün, prosesor ilə video plata arasında informasiya mübadiləsini gücləndirmək üçün, monitorun ekranına çıxarılmış kodlaşdırılmış video təsvirləri yadda saxlamaq üçün nəzərdə tutulub video yaddaş. Belə, deməli biz bura qədər hardware-nin suallarını Deməli, software-in izahları ilə davam edirik. 55-ci sualdan başlayırıq. Verilənlərin arxivləşdirilməsi, sistemin bərpası, disklərin defraqmentasiyası hansı proqramlar qrupuna aiddirlər? Ümumiyyətlə, burada gördüyünüz hər şey sistemin xeyrinədir. Sistemi bərpa edir, verilənləri arxivləşdirir ki, digər verilənlərə də yer qalsın. Diski defraqmentasiya eləyir ki, səpələnmiş şəkildə yerləşən fayllar səliqəli hala düşsün, beləliklə RAM daha tez tapa bilsin onları. Adı üstündə sistemə xidmət etdikləri üçün sistem proqram təminatının tərkibinə aiddirlər. Amma sistem proqram təminatı özü də iki hissəyə bölünür axı. Servis proqramları və baza proqramları. Burada gördükləriniz baza proqramı deyil. Çünki baza proqramlarını demişdik ki, tərkibində əməliyyat sözü keçənlər aiddir. Əməliyyat sistemləri, şəbəkə əməliyyat sistemləri və əməliyyat örtükləri. Baza proqramı olmasının səbəbi bunlar olmasa kompüter işləmir. Ümumiyyətlə işləmir. Ona görə adına baza proqramı deyirik bunların. Bunlar bazaya yox, servisə, daha çox sistemin işləməsi, yəni bunlar olmasa sistem işləməz demirik də, bunlar olmasa sistem pis işləyər deyirik. Yəni o kateqoriyaya aiddirlər. Ona görə də əlavə xidmət göstərirlər kompüterə, ona görə adı servis proqramı gedir.
56-cı sualda xidmət servis proqramlarının funksiyasına hansıları aid etmək olar? Kompüter funksiyalar istifadəçi interfeysini təkmilləşdirmək, verilənləri mühafizə etmək, verilənləri bərpa etmək, viruslarla mübarizə aparmaq, arxivləşdirmək, arxivdən azad etmək, xarici yaddaşı ilə RAM arasında informasiya mübadiləsini sürətləndirmək. Bu sistem proqram təminatının, daha doğrusu servis proqramlarının işidir. Servis proqramlarına daxildir. Oyun proqramları kompüterə yox, istifadəçiyə lazım olduğu üçün tətbiqi proqram kimi qəbul edirlər. Yəni servis ola bilməzlər. Nəşriyyat sistemləri də həmçinin istifadəçiyə lazım olduğu üçün bu da tətbiqi proqram kimi gedir. Kompilyasiya proqramları az öncə də bəhs etdim ki, yazdığımız kodu kompüterin başa düşəcəyi dilə tərcümə edən bir instrumental proqramdır. Yəni bunun bura aidiyyatı yoxdur. Arxivləşdirmə vasitələri isə sistem proqramlarının servis hissəsinə aiddirlər. Yəni bunu götürürəm. Qrafik redaktorlar ümumiyyətlə tərkibində redaktor sözü keçən hər şey tətbiqi proqramlara aiddir. Servis proqramlarına aidiyyatı yoxdur. Tətbiqi proqram təminatına aid olanı seçin. Elə birbaşa seçək nəşriyyat sistemidir sualın düzgün cavabı. Demişdim ki, belə baxacaqsınız. Əgər bu şey istifadəçi üçün lazımdırsa, deməli bu tətbiqi proqramdır. Yəni nəşriyyat sistemi kitabı çapa hazırlamaq üçündür. Kitabı çapa kompüterin nəyinə lazımdır? Bu kitab çap olundu yoxsa olunmadı? Deməli istifadəçiyə lazımlı bir şeydir də bu. Ona görə də bunu tətbiqi proqram kimi götürürəm. Antiviruslar, arxivləşdirmə proqramları, utilitlər bunlar aiddirlər sistemin servis hissəsinə. Örtük proqramlar isə sistemin baza hissəsinə aiddirlər. Antivirus proqramına aid olan seç. Kompilyatorlar instrumental proqramların bir növüdür. Driverlər sistem proqram təminatına aiddir və kompüterə qoşulan xarici qurğuların işini idarə edirlər. Interpretatorlar həmçinin aiddir instrumental proqram təminatına. Həkimlər antivirus proqramlarının növlərindən biridir. Adı antivirusa oxşayan hər şey, xoşməramlı görünən hər şey antivirus proqramlarıdır. Onsuz da sazlandırıcı deyə bir şey yoxdur. 60-cı suala baxaq. Uyğunluğu müəyyən edin. Demək, brauzerlər, qrafik redaktorlar, nəşriyyat sistemi. Brauzerlər internetə girmək üçün bizə lazım olan proqram təminatıdır. Məsələn, Mozilla Firefox və Opera. Bunlar internet brauzerlərdirlər. Birə uyğun gəlir A və Y. Qrafik redaktorlar, yəni şəkil çəkmək, mövcud şəkil redakt etmək üçün nəzərdə tutulan proqram təminatı. Bura aiddir, məsələn, Paint və CorelDRAW misal göstərə bilərik. Baxanda zaten bilinir. Paint boyamaq, draw çəkmək, bunlar yəni cızmaq, çəkmək də mənasına gəlir. Bunlar bilinir ki, zaten qrafik redaktordur. Nəşriyyat sistemlərindən imtahanı həmişə Quark Express düşür. Press nəşriyyat deməkdir də, nəşr deməkdir. Oradan yadda saxlaya bilərsiniz. Quark Express aid olacaq nəşriyyat sistemlərinə. 61-ci sualda proqramlardan hansı sistem proqramları qrupuna daxil deyildir? Verilənlər bazasının idarə edilməsi sistemləri, VBS proqramlarının hamısı insan üçün lazımdır. Yəni tətbiqi proqramdır. Beləliklə kompüterə lazım olan bir şey deyil. Yəni biz bunu sistem proqramı kimi götürə bilmərik. Kompüterə lazım olan proqramlar sistem proqramı kimi götürülürlər. Diskin defraqmentasiyası proqramları, diski defraqmentasiya etmək, səpələnmiş şəkildə yerləşən fayl hissələrini səliqəli şəkildə bir cığra gətirib yığmaq deməkdir ki, RAM axtaranda tez tapsın onları, istifadəçi tez çatdırsın. Yəni bu sistemə kömək eləyir, beləliklə sistem proqramıdır. Kompüterin iş qabiliyyətinin diaqnostikası proqramları, kompüterin iş qabiliyyətini diaqnostika edir, düzdürmü? İnsani iş qabiliyyətini yox. Beləliklə sistemin servis hissəsinə aiddir bu da. Daxil deyildirlər soruşur. Daxil deyildir. Bu daxildir. Sistemin servis hissəsinə aiddir. Naviqasiya və brauzer proqramları. Navigatorlar insan üçün lazımdır, kompüter üçün lazım deyil. Tətbiqi proqramdır. Lüğət və tərcümə proqramları da insan üçün lazımdır. Tətbiqi proqramdır. Sistemin bərpası, yəni sistemə lazım olan bir proqram olduğu üçün bu da sistem proqramıdır. Sistem proqram təminatını təşkil edən proqramlardan biridir.
Əməliyyat örtükləri. Əməliyyat sistemləri, şəbəkə əməliyyat sistemləri. Tərkibində əməliyyat sözünün keçdiyi bu üç proqramın üçü də sistemin baza hissəsinə aiddir. Bu prosto ümumi sistem soruşur, ona görə bunu götürəcəyik. Əməliyyat örtükləri əməliyyat sisteminin yeni versiyasıdır. Android məsələn 1.23 deyək ki. Məsələn, bu əməliyyat örtüyüdür. B variantına baxırıq. İnteqrallaşdırılmış paketlər. Məsələn, bura Microsoft Office 360 paketini misal göstərə bilərik. Microsoft şirkətinin eyni tipli məhsullarının bir yerə yığıldığı paketdir. Bu tipli paketlərə inteqrallaşdırılmış paketlər deyirik. Mətn redaktorları insan üçün lazımlıdır, tətbiqidir. Proqram kompleksləri nə mənada? Yəni ki, yəqin ki, yeni proqram vasitəsi yaratmaq üçün lazım olanlar nəzərdə tutulur. Instrumental proqramlara aiddir. Cədvəl redaktorlarına isə, dedim ki, bayaq tərkibində redaktor sözü olan hər şey tətbiqi proqramlara aiddir. Antivirus proqramı hansı növ proqram təminatına aiddir? Antivirus proqramları sistemin işini təmin edən proqramlardılar. Sistemin işinə kömək edən proqramlardılar. Beləliklə, sistem proqramlarına aiddirlər. Daha da dəqiqləşsək, yəni antivirus proqramı olmasa kompüter işləməz. Belə bir şey yoxdur da, olmasa da işləyər. Ona görə baza hissəsinə yox, servis hissəsinə aid edirik. D variantı. Sistem proqram təminatına aid olanları seçin. Əməliyyat sistemləri təbii ki də sistem proqramının ən önəmli hissəsidir, baza hissəsidir. Utilitlərə misal göstərə bilərik. Task schedule ola bilər, system information, system restore, recover, file explorer, disk defragmenter. Bunlar məsəl üçün arxivatorlar, antiviruslar hamısı utility olaraq gedirlər. Utilitlər sistemin servis hissəsinə aiddirlər. Redaktorlar bilirik ki, adı üstündə tətbiqidirlər. Verilənlər bazası ümumiyyətlə proqram deyil. Verilənlər bazası, unutmayın, proqram deyil. Verilənlər bazası prosto verilənlər bazasıdır, cədvəldir. Yəni, cədvəl ola bilər. Yəni, bir informasiya yığımıdır verilənlər bazası. Verilənlər bazasının idarəetmə sistemi desəydi, onda deyərdik, bu tətbiqi proqramdır. Bu heç nəyə aid deyil, 4-cü. 65-ci sualda qrafik redaktorlara Paint və Photoshop-u misal göstərmək olar. Mətn prosesorlarına tərkibində Word sözü olanlar, Write sözü olanlar, belə şeylər mətn prosesorları olurlar. Bura məsələn 2-yə bu uyğun gəlir, başqa varmı? Başqa yoxdur. Lüğət proqramlarına Polyglot və ApplyLingvonu misal göstərmək olar. Digərləri Pascal və Basic instrumental proqram təminatıdır, yəni proqramlaşdırma dilləridir. ScanDisk və WinZip isə utilitlərdirlər və yaxud da sistemin servis hissəsinə aiddirlər. Əməliyyat sistemləri Mac OS, burada Mac operating sistemi, Mac əməliyyat sistemi sözündən götürülüb və Linux aid əməliyyat sistemlərinə 1D. Cədvəl prosesoru Excel və SuperCalc. Excel zaten bilirsiniz. Bir də demişdim tərkibində kalkulyator sözünün qısaltması olanlar və rəqəm olan şeylər cədvəl prosesorlarına aid olurlar. Və servis proqramları sistemin servis hissəsinə antivirusları və utilitləri. Əslində qalsa antiviruslar özü də utilit gedir, amma bəzən ayrı verirlər. Həmçinin arxivator özü də utilitdir, amma yenə də bəzən ayrı verə bilirlər. Yəni problem deyil. Zaten servis hissəsinə aiddirlər hamısı. Burada uyğun gəlir bu. Burada nə qaldı? Pascal Basic dedik ki, instrumental proqramdır. Paint və Photoshop isə qrafik redaktorlara aiddir. 67-ci sualda tətbiqi proqram təminatını seçək. Demək, tətbiqi proqramlar insanın işinə yarayan proqramlardır. Baxıram ki, buradan mənim işimə nəşriyyat sistemləri və mühasibatlıq proqramları yarayar. Bura uyğun gəlir 1. Baza proqram təminatı, yəni bu sistem proqramlarına aiddir və bu deməkdir ki, bunlar olmasa kompüter açılmır ümumiyyətlə. Ona görə adı bazadır. Hansı aiddir? Norton Commander, yəni əməliyyat örtüyünün bir növüdür. Bir də Ubuntu əməliyyat sisteminin bir növüdür. Ona görə bura bunu uyğun götürürük. Servis proqram təminatına isə bu da sistem proqram təminatına aiddir servisdə. Amma bunlar daha çox sistemin təkmilləşdirilməsi üçündür. Yəni bu olmasa işləməz deyil də, olsa yaxşı olar dediyimiz proqramlardır. Antivirus proqramları və arxivləşmə proqramlarını da bura aid götürürük. Kompilyatorlar, interpretatorlar, case texnologiyası və Delphi hamısı instrumental proqramlara, yəni yeni proqram vasitələri yaratmaq üçün nəzərdə tutulan
proqramlara aiddirlər. Utilitlərə aid deyil. Əməliyyat sisteminin örtük proqramları. Örtüklər utilit deyillər. Utilitlər servis hissəsinə aiddir. Örtükləri isə baza hissəsinə aiddir. Bu getdi, bu deyil. Arxiv proqramları, şəbəkəyə xidmət proqramı, diskin sıxılması proqramı, defraqmentasiyası proqramı hamısı utilitdir. Antivirus, bunlara misal da gətirə bilərik. Arxivləşmə, məsələn, WinZip. Şəbəkəyə xidmət proqramı, Firewall proqramı məsəl üçün, Windows Firewall utilitdir. Sonra diskin sıxılması proqramı, məsəl üçün Drive Space. ScanDisk diski tarayıb bad sektorları üzə çıxardır, yəni problemli sektorları üzə çıxardır. Drive Space diski sıxır, boş yer yaradır. Diskin defraqmentasiyası, mən disk defragmenter adı üstündə bayaq izah etdim. 69. Antivirus proqramlarına aid deyil. Rezident proqramlar virus proqramlarının növüdür. Rezidentlər kompüterə yoluxub daimi yerləşirlər. Digərlərində hamısı antivirus proqramlarının növləridir. 70. Sistem proqram təminatının əsas funksiyası hesab edilməyən variantı seçin. Bu deyəsən səhv sual idi. Ona bir geri qayıdacağam. Hələ ki digərlərinə baxaq. Səhvdisi üstündə qalmayaq da. Baza proqram təminatına daxil olanları seçin. Baza proqramları demişdik ki, tərkibində əməliyyat sözü olanlardır. Təbii ki, bu ümumi versiyasıdır. İndi spesifik də soruşa bilər. Məsələn, əməliyyat sisteminin hansı adını da deyə bilər sizə. Mən bu əməliyyat sözü olanlar ümumi olaraq deyirəm, yəni. Şəbəkə əməliyyat sistemi, əməliyyat örtüyü əməliyyat sistemi. Burada ümumi versinə yaxşı ki, bunların üçün götürürük. Və tətbiqi proqram təminatına aid olanları müəyyən edin. VBIS, yəni verilənlər bazasını idarə etmə sistemləri, bunlar tətbiqi proqramlara aiddirlər. Antivirus proqramları sistemin servis hissəsinə aiddirlər. Tərcümə proqramları bizə lazım olduğu üçün tətbiqi proqramlara aiddirlər. Verilənlərin sıxılması vasitəsi sıxırıq ki, digər fayllara daha çox yer qalsın. Kompüter rahatlayır belə olanda. Kompüter üçündür, yəni sistem proqramının servis hissəsinə aiddir. Əməliyyat örtükləri sistemin baza hissəsinə aiddir və nəşriyyat sistemləri. Bunlar da bizə lazım olduqları üçün tətbiqi proqramlardılar. Yəni burada 1, 3 və 6 sualın doğru cavab variantı olacaq. 73-cü sualda rezident proqram olmaqla təhlükəli əməliyyatlara nəzarət edən antivirus proqramları hansıdır? Rezidentdir, yəni özün hər dəfə gedib aktivləşdirməyə ehtiyac yoxdur bu antivirus proqramını. Kompüter yananda öz-özündən aktivləşir. Təhlükəli əməliyyatlara nəzarət edir ki, sən ora girməyəsən, o əməliyyatları etməyəsən. Buna biz filtr proqramları deyirik. Filtrdən keçirir təhlükəli əməliyyatları. Bu A variantı. Müfəttişlər dayanmadan ilkin vəziyyət, kompüterə yükləndiyi ilkin vəziyyət və kompüterin cari vəziyyətini müqayisə aparan antivirus proqramıdır. Həkim proqram həm tapıb, həm sağaldan proqramdır. İmmunizator bu başdan virusların daha az aktiv versiyasını kompüterə yeridərək yeni virusların yoluxmasının qarşısını alan